Salam, hər vaxtınız xeyir olsun yoldaşlar, əlimizi xoş görürük. Bugün sizlərlə Elton müəllimlə birlikte hazırladığımız Filologiya sınaq 4-cü sınavımızın deyək ki, izahını paylaşacağıq. Ədəbiyyat sualları Elton müəllim tərəfindən izah olunacaq, onun da linkini mən yerləşdirəcəm. Başlayaq suallarımızın izahına. İzaha keçmədən deyim ki, kim ki sınav işləməyibsə, sınavı görməyibsə, açıqlama hissəsinə Telegram kanalı link olacaq. Daxil olub oradan yükləyə bilirlər. Birinci sualda bizə nə deyilir ki, klaster əsasən uyğunluğu müəyyənləşdirmək lazımdır. Bu kimi klasterin dərdi nə olur? Dərdi odur ki, bax, sən 1-ə və ya 2-ə A-da və B-də verilən cümləmiz var. Söz ola bilər, söz birləşməsi ola bilər, fərq eləmir. Bunlardan birini yazırsan. Daha sonra 3-ə yazacağın fikir birincini ödəməlidir, 4-ə yazacağın da ikincini ödəməlidir. Yəni bu kimi nümunədə siz sualın cavabından da varianta gedə bilərsiniz. Daha sürət tapmaq üçün bir-bir təhlil edə bilərsiniz. Sxemi görüb, fərqli bir şey görüb özünüzü çaşdırmayın. Normal uyğunlaşdırma sualıdır. Yəni uyğunlaşdırma sualının dərdi nədir? Hansı fikir, hansı cümləyə aiddirsə onu yazmaq lazımdır. Gördüyün cədvəllə bacarmırsan, sil cədvəli at kənara, elə bir cədvəl yoxdur. Öncə uyğunlaşdırsan. Bax, C-dan G-yə qədər olan fikirləri A və B-dəki cümlələrə. Daha sonra bir variant fikirləşəcəksən. Baxırıq, sual əvəzliyi sual intonasiyası yaratmayıb. Uşaqların hansı kitab oxumuşdu? Burada sual əvəzliyi sual intonasiyası yaradıb. Çünki sual əvəzliyinə biz cavab veririk. Deyirəm ki, Azər, Əli, Vəli və s. Sual əvəzliyi sual intonasiyası yaratmayanda hə, yox, bəli, xeyirlə cavablandırmış oluruq. Biz C-də verilən fikri heç birini aid eləmiş olmuruq. Bu belə getdi. Cümləni müxtəlif cür sintaq təhlil etmək mümkündür. Bunu birinci cümləyə aid edə bilərik. Çünki nə etmişdi? Oxumuşdu. Kim? Sən uşaqların nəyi kitabı, hansı kitabı? Bir belə düşünə bilərsən. Sonra oxumuşdu nəyi kitabı, kim? Uşaqların hansı? Yəni uşaqların hansı ikisi bir yerdə birləşmə əmələ gətirə də bilər. Tərəflər parçalana da bilər. Ona görə biz D-da verilən fikri uyğunlaşdırdıq həmin nümunəyə. Daha sonra sözlərin birində qalın açıq dodaqlanmayan saat uzun tələffüz olunmuş olur. Heç birində belə bir şey yoxdur. Qalın, açıq, dodaqlanmayan sait bu A saiti olur. A saitin uzun tələffüz edilməsi yoxdur. Burada təsadüfən söz var. Bununla sizi aldatmağa çalışır. Təsadüfən deyil bu sözün tələffüzü. Təsadüfən şəklindədir. Heç bir uzanma olmur. Demək, eyni də heç birinə yazmadıq. Qurluqca düzəltmə iki söz işlənmişdir. Leksi şəkilçi sayları bərabərdir. Baxırsan ki, təsadüf sözün kökü ən leksik, rast sözün kökü laş leksik. La və ş deyə parçalanmır. Dildə rastlamaq deyilən ifadə yoxdur. Kimsə işlədirsə onun öz nitqində olan məsələdir. Onun dil aidiyyəti yoxdur. Demək, biz burada verilən fikri uyğunlaşdıra bilərik buna. Bu da belə getdi. Cümlədəki sözlərdən ikisinin halını əminliklə demək mümkün deyil. İkisinin deyir. Biz uşaqların sözün halını əminliklə deyəmirik. Birinin, yəni halını dəqiq deyə bilmirik. Həm yerlik halda ola bilər. Uşaqların hansı birləşmə yaradanda. Həm də tək işlənib adlı halda ola bilər. İki dediyinə görə aid edə bilmirik. İkinci cümlədə də belə bir şey yoxdur. Demək, bunu heç birinə yazmadıq. Bunları uyğunlaşdırandan sonra indi cavabı çıxarda bilərsən. Çox rahat şəkildə. Gəlsən bura. Sən əgər birinciyə A-da olan cümləni yazsan, 3-ə nə yazmalısan? Qabanı D yazmısan da D-ni yazmalısan. Burada B-ni yazsan, 2-yə nə yazmalısan? F-i yazmalısan. 1-ə A, 2-yə B, 3-ə D, 4-ə də F. Belə bir variant tapırsan, C variantı. Cavab oldu C. Bu qədər rahat bir sualdır. 2. Nümunədə vasitəsiz nitqlə bağlı bərpa olunmalı doğru şahsın ardıcıllığını istəyir bizdən. Nə ilə bağlı? Vasitəsiz nitqlə bağlı. Yəni, burada hər bərpa etdiyin doğru şahsını götürməyəcəksən. Sırf vasitəsiz nitqlə bağlı olan nələr varsa, onları götürmək lazımdır. Həmin kişi qəzəblə ucadan, qoşa nöqtə, aşağıda tirib. Ay oğul, vergül, tez keç bu tərəfə. Bax, burada nə var? Yazıb ki, qəzəblə və ucadan. Bu, nitqin emosional olduğuna bir yazıda göstərmədir. O göstərmədən yola çıxaraq sən də cümləni nida cümləsi kimi qurmalısan. Ay oğul, tez bu tərəfə keç. Burada artıq sən nida treni qoyarsan. Dedi və ətrafa diqqətlə baxdı. Burada isə baxdı sözündən sonra nöqtə tire işarəsini qoymaq lazımdır. Səbəbkar sözü böyük yazılıb cümlənin ortasında. Ona görə nöqtə tirəni bitirmək lazımdır. Dedi və ətrafa diqqətlə baxdı ifadəsi bizim bütövlükdə müəllifin sözü dediyimiz hissədir. Əvvəlinə nida tiri, sonrasında nöqtə tirə qoyduq. Nidanı ona görə qoydun ki, cümlə emosionallıq daşıyır. Nöqtə ona görə qoydun ki, burada bitmiş fikir var, səbəbkar sözü böyük yazılıb.
Səbəbkarın kim olduğunu indi tapmalıyıq. Vergül tire deyə həmin gəncə yenidən müraciət etdi. Vasitəsilə bağlı duruş arası deyəndə qoşa nöqtə dırnaq tire. Əsasən bunlar və dedi deyə tipli nümunələrin əvvəlində gələn vergüllər nəzərdə tutulmuş olur. Nəzərdə saxlanılan da olardı. Bu sual ilə 2023-də miqdə istifadə olunan sual modelidir. İndi oradan yola çıxarsanız qoşa nöqtə var, tire var, yenə tire var, sonra yenə tire var, vergül və tire cavab olmalıdır D variantı. Nidadır. Burada qoyduğumuz vergüldür. Və yaxud da ki, buradakı nöqtənin vasitəsinin duruş arası olmanın istifadəti yoxdur. 3. Hansı cümlələrdə yalnız ikinci dərəcəli üzvlər həmcinsdir? Heç nəyin fikrini çəkməyən, hər şeyə qulağına vuran insanlar kimi yaşamaq xoşbəxtlikdir. Bax, xoşbəxtlikdir nə? Heç nəyin fikrini çəkməyən, hər şeyə qulağına vuran insanlar kimi yaşamaq. Burada təyin edici birləşmələr hamısı özündən sonra gələn İnsan mübtədasını, daha doğrusu insan sözünü, mübtəda deyil, insan sözünü izah eləmiş olsa da, o özü də başqa bir məsələyə tabedir deyə nümunə bütövlükdə tərkib yaradır və həmcins cümlə üzvü olan təyinlər burada işlənmir. Ona həmcins təyin demək olmaz. İkinci, yay aylarında kəndimizdə meyvəli bağlar, ətirli bağçalar susuzluqdan quruyardı. Quruyardı, bağlar, bağçalar. Burada həmcins olan mübtədalardır. Təyinlər ayrı-ayrı sözləri izah etdiyinə görə həmcins deyil. Belə görürəm ki, yay ayları isti, amma bürkülü hava şəraitində keçəcək. Bax, keçəcək. Necə? İsti, amma bürkülü hava şəraitində. Burada isti və bürkülü nələrdir? Həmcins təyinlərimizdir. 4-də qeyd edib ki, Aydın dostlarını məclisə çağırmışdı, lakin onların gecikməyini, laqeyd davranmaqlarını anlaya bilməmişdi. Aydın çağırmışdı, Aydın anlaya bilməmişdi. Baxsan, burada xəbərlər də həmcinsdir. Ona görə sualın şərti ödəmir. Getdi. Quşların şən və nəğməli səsləri ətrafa yayılır, çöllərdən, düzlərdən təbiətin səsi eşidilirdi. Burada quşların nəğməli səsləri 3-cü növdür, təyinlər həmcins deyil. Cümlə tabesi mürəkkəb cümlədir. İkinci komponentdə zəfliklər həmcinsdir. Ona görə cavab olur A variantı. Davam etsək 4-cü sualdan. Deyək ki, nöqtələrin yerinə hansı sözləri yazsa, ədəbi dilin ən azı 2 norması pozulmuş olar. Tək ki, bizdən uzaq olsunlar. Xəbər cəmdədir. Biz də nümunəyə baxaq görək nələr yaza bilərik. Məsələn, birdə verilən nümunəni yazsaq, qada bəla şəklində yazılıbdır. Bu ifadə qada bəla şəklində yox, qada bala şəklindədir. Mövcud orfoqrafiya lüğətimizdə qada bala şəklində öz əksini tapan sözdür. Əslində, qada bəla şəklində yazılmağı zahirən daha yaxşı, daha dilə yatımlı görünür ki, elə olsa daha yaxşı olar. Cəmaatı da çaşdırmış olmaz, amma mövcud vəziyyətdə verilməsi qada bala formasındadır, qada bəla formasında deyil. Ona görə biz əgər bu ifadəni bura yazsaq, fonetik norma pozulacaq. Həmçinin bu cansız anlayışdır. Bunun xəbəri təkdə olmalıydı. O da qrammatik normanı pozacaq. Ona görə biri götürə bilərəm. Daha sonra, mərdimazarlar bizdən uzaq olsunlar. Bu ifadəni yazsan, 2 norma pozuntusu olmaz. Mərdimazarlar uzaq olsunlar. Qrammatik norma gözlənilir, başqa da bir şey yoxdur. Sonra, dərdi bəla tək ki bizdən uzaq olsunlar. Dərdi bəla formasında söz səhv yazılıbdır və olsunlar yox, olsun olmalıdır. Cüdə götürə bilərsən, hərdəm xəyal olmalıydı və hərdəm xəyal tək ki bizdən uzaq olsun olmalıdır. Bu da qrammatiki pozar, cavab olar C variantı. Bitkiçilik, bunu yazsan qrammatik pozulacaq, amma digər normallarda heç bir sıxıntı yoxdur. 5-ci sual. Mətnə əsasən cədvəldəki uyğun fikirləri tapmaq lazımdır. Ətraf mühitin mühafizəsinin əsas prinsipləri, ətraf mühitin mühafizəsi aşağıdakı prinsiplərə əsaslanır. Verilən mətnin nümunəsi rəsmi işgüzara aiddir. Biz də məzmunu oxuyub ona görə diqqətli dəyərləndirməliyik. Sosial-iqtisadi, mənəvi estetik problemlərin qarşılıqlı həlli, ərazidə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemin bərpası, təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası və s. müxtəlif məqamlar ifadə edir. Bioloji müxtəlifliyin qorunması və dövlət nəzarəti, həmçinin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Bizə əvvəldə verdiyi ümumilikdə ətraf mühitin mühafizə prinsiplərini, sonra da prinsipləri sadalamış olur. Biz də ona görə uyğunlaşdırmada görək doğru, yanlış və mətndə məlumat olmayan nümunələr nələrdir? Baxaq. Mətnin aid olduğu üslubda konservativlik mövcuddur. Mətn hansı üslubdadır? Rəsmi işgüzardır. Rəsmi işgüzarda konservativlik var. Nə deməkdir konservativlik? Mühafizəkarlıq. Yəni, özünə aid olan qaydaları, köhnə məsələləri qoruyub saxlayır uzun müddət. Deyirik, əski konstruksiyalar qorunub saxlanır. Bax, həmin məsələlər. Bərpa oluna bilən təbii resursların istifadəsi müəyyən vaxtlarda qadağan edilmiş olur. Bu doğruydurmu? Gəl baxaq. Burada bərpa oluna bilən təbii resursların istifadəsi müəyyən vaxtlarda qadağan edilir yazır. Baxsaz, elə bir məqam, elə bir halı görə bilmirik. Burada nə vardır? Təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadədən və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasını tətbiq edilməz.
Elə bir şey yoxdur ki, bərpa oluna bilən təbii resurs var, ondan istifadə edin, lakin onlar müəyyən bir vaxtlarda qadağan ediləcək. O məzmun mətndə yer verilmir. Həvəsləndirici amillər tətbiq olunaraq mühitin qorunması təşviq edilir. Həvəsləndirici amillər. Baxaq. Burada elə bir məqam, elə bir hal varmı? Var idi. Bax nə deyir? Deyir ki, təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi. Burada stimullaşdırılmaq var da. Yəni həvəsi stimullaşdırmaq da həvəsləndirici amillərin tətbiq etmək deməkdir. Kimisə nəyəsə həvəsləndirmək mənasını ifadə eləmiş olur. Həmin o stimul sözündən yola çıxırsan, uyğunlaşdırırsan ki, bu vardır. İqtisadi stimullaşdırmanın tətbiq edilməsi var idi. Yəni təkan verirdilər, hər hansı bir işə sövq eləmiş olurdular və ətraf mühitindən qorumağa təşviq eləmiş olurdular. Bu doğruydu. Ətraf mühit canlı orqanizmdən yaşadığı və fəaliyyət göstərdiyi şəraitdir. Nümunəsi mətni üslubca təkmilləşdirə bilər? Xeyr. Çünki burada verilən ifadə ətraf mühitin nə olduğunu izah edir sənə. Bu da rəsmi işgüzar üslubla bağlı bir şey deyil. Ətraf mühitin qorunmasına bağlı beynəlxalq münasibətlər və əməkdaşlıq önəmlidir. Bizə verilən mətn hissəsində beynəlxalq münasibətlərdən danışmır. Ona görə 5-i götürdüm. Mətndə hansı halda insanların məsuliyyətə cəlb oluna biləcəyindən danışır? Bu var idi. Ən sonuncu hissəyə baxsan bu var. Mətndə məlumat yoxdur deyə bilmərik. Cavab olar 1, 4, 5. 6. Neçə tabe mürəkkəb cümlənin hər iki komponentinin hər biri bir sadə cümlədən ibarətdir. Demək, bizə tabe mürəkkəb cümlə lazımdır və tabe mürəkkəb cümlənin komponentlərin hər biri bir sadə cümlədən ibarət olmalıdır. Yəni, ümumilikdə iki sadə cümlənin birləşməyindən əmələ gələn tabeli mürəkkəb cümləni tap deyir bizə. 3 və daha artıq sadə cümlə olarsa tərkibində sualının şərti ödənməz. Məsələn, baxırsan birinciyə. Bu mövzu üzrə müzakirə edilsə, birinci cümlə, inanırıq, ikinci cümlə, faydalı olacaq, üçüncü cümlə. 3 qrammatik əsas var, bunu götürməlisən. Səhərdən bəri onun üçün çalışmamıza baxmayaraq, bunun hamısı bir yerdə bir cümlə üzrə gedir. Zəfliyin xüsusiləşməsidir, qarşılaşdırma mənası ifadə eləmiş olur. Ora qədər olan hissə bir zəflikdir, bir cümlə üzvüdür. Hər kəsin etdiyini bir qələmdə sildiyi, cəmaatın ondan üz döndərmə səbəb oldu. Kim? O. Bu həmciz xəbərli sadə cümlə idi. O yerdə ki, ətir sası çiçəkləri məhəbbətin. Budaq birinci, baş ikinci gəlib və 2 dənə sadə cümlənin birləşməsindən ibarət olan tabeli mürəkkəb cümlədir. Şərtimizi ödədi. Nə qədər insanlar bunun üçün çalışsa da, heç kəs nəticə qazana bilmədi, kimsə çıxış yolu tapmadı. Baxsan, 3 dənə sadə cümlə var. Demək, 3 qrammatik əsası olan tabeli mürəkkəb cümlədir. Tədbirli insan o adamdır ki, qarşısına çıxan maneələrə qarşı hazırlıqlıdır və onları həll etmək üçün bacarıqlıdır. Hazırlıqlıdır, bacarıqlıdır. Kim? O. Sənin budaq cümlən həmcins xəbərli sadə cümlədir. Həmcins xəbərli sadə cümlədir. Bir cümlə budur, biri də baş cümləndir. Ona görə bizim burada 2 dənə cümləmiz olur və şərtimiz ödənir. 7. Verilən fikirlərdən hansılar doğrudur? Göyə qalxan qəzəbli dalğalar yemək üçün bir-birini təqib edən ad canavarlar kimi sahilə cumurdular. Qolları taqətdən düşmüş Nadir qaynar dalğaların içində saman çöpünə bənzəyirdi. Onun ürəyi elə yeyin-yeyin döyünürdü ki, az qalırdı partlasın. Elə bir ciyərləri də balacalaşmışdı. Kök dolusu hava uda bilmirdi. Qarnı bədəninə ağırlıq eləyirdi. Sanki asılmışdı belindən neçə putluq daş. Şor su içməkdən Nadirin qarnı tuluğa dönmüşdü. O dalğaların arasında çapalayır, sahilə çıxmağa çalışırdı. Nə qədər əl-qol atırdısa, işin tərsliyindən yenə bir neçə metri qət eləyib quruya çıxa bilmirdi ki, bilmirdi. Bir də yazaq ki, mühakimə tipli mətn nümunəsidir. Ekspressivli müşahidə olunur. Mətndə mühakimə yoxdur. Bu, bildiyin bir nəqli mətndir. Sənə müəyyən bir məsələni danışmış olur, hadisəni canlandırmış olur. Amma mühakimə yoxdur. Mühakimə hər hansı bir mövzu ilə bağlı, hökm yürütməklə bağlı olan bir şeydir. Aid olduğu üslubda dialektlər, arxaizmlər, vulqarizmlər, terminlər müəyyən məqsədlə işlənə bilər. Bəli, doğrudur. Çünki bədii üslub nümunəsidir. Bədii üslubdadır ki, bunlar müəyyən məqsədlə obrazların dilində, obrazı tanıtmaq üçün və s. işlədə bilir. Təsvirliyin aparıcı olduğu mətnin aid olduğu üslub xalq danışıq dilinə yaxındır. Bəli, burada təsvirli də görə bilərsən. Gözümüzün qabağında səhnələr canlanır da. Ən əvvəldə oxuyan, girən o cümlələrə fikir ver. Burada verdiyi təsvir məsələsi var. Daha sonra Nadirin qarnı tuluğa dönmüşdü. Təsvirlər məsələsi var. Ona görə bu doğru fikirdir. Həmçinin bədii üslub xalq danışıq dilinə də yaxın bir üslub. Sintaktik fiqurlara və məcazlara rast gəlmək ola bilər. Doğrudur. Yəni bədi təsvir və ifadə vasitələrini görə bilərsən burada. Məsəl üçün nə vardı burada? Asılmışdı belindən bir neçə putluq daş. İnversiyamız var. Bədii ifadə vasitəsidir. Həmçinin təşbih falan görə bilərsən. Canavarlar kimi sahilə mürad cumurdular və s.
Nəsr formasında özünü göstərən nümunədə bədii üslubun təzahür formasının allegoriya yer verməyib. Bədii üslubun allegoriya deyə təzahür forması yoxdur. Bədii üslubun 3 dənə təzahür forması var. Nəzm, nəsr və dramaturgiya. Başqa da heç bir şey yoxdur. Cavab olur B. 8. Nümunədəki sayılarla bağlı hansı fikirlər ortaqdır? Dünən əskərlərin çoxu döyüşdə qalib oldular. Vəzirov 1870-ci illərdə bədii yaradıcılığa başlayıb. Müstəqil cümlə üzvü deyil, bəli. Çünki bu birləşmənin komponentidir, bu da birləşmənin komponentidir və müstəqil şəkildə cümlə üzvü rolunda çıxış eləmiş olmurlar. Bu say izah etdiyi ismin yalnız təkdə və ya cəmdə işlənməsini tələb etmir. Aha, bu da doğru fikirdir. İstər çox sözü, istər sıra sayları izah etdiyi sözü həm təkdə, həm də cəmdə işlədə bilir. Ona görə yalnız təkdə və ya cəmdə işlənməsini tələb etmir. Mövcud cümlədə əşyanın konkret sayını və ya sırasını bildirmiş olmur. Bəli. Çünki buradakı çoxda da qeyri-müəyyənlik var. 1870-ci illər deyəndə 71, 72, 75 hamısı aiddir da konkret say və sıra bildirilmir. Ona görə cavab olar 1, 2, 3. Cümlədə norma pozuntusuna səbəbdir. Bunu ortaq cəhət kimi verə bilmərəm. Məsələn, burada hər hansısa bir norma pozuntusu yoxdur axı. Yer aldığı məna qrupunda həm sadə, həm düzəltmə və mürəkkəb sözə rast gəlinmiş olur. Bunu sıra saylarına verəməzsən. Sıra sayları quruşca sadə olmur. Davam edək 9-cu sualdan. Deyir ki, nümunədə yalnız 2 məqamda vergül işarəsi buraxılıb. Bunu nəzərə alaraq cümlə ilə bağlı hansı fikirləri əminliklə deyilə biləcəyini tapaq. Cümləni biz iki cür düşünə bilərik. Bax, nə etdi? Qəlbimə dəydi. Nə? Sözün. Hansı sözün? O sözün. Doğrusu da modal söz, ara söz kimi. Qəlbimə dəydi. Kim? O. Sözün doğrusu ifadəsi bütövlükdə ara söz kimi işlənmiş olur. Yəni iki cür təhlil versiyamız var. Cümlədə şəxs əvəzliyi var. Bunu əminliklə deyə bilmirik. Çünki birinci təhlil versiyasında, yəni yuxarıda bir yazdığım halında şəxs əvəzliyi idi, ikincidə isə işarə əvəzliyi idi. Cümlə üzvü kimi təhlil edilməyən söz və ya sözlər var. Aha, bu doğru fikirdir. İstənilən halda bunu tapa bilərsən. Birinci variantda sözün doğrusu, ikincidə isə sadəcə doğru sözü var ki, bunlar cümlə üzvü kimi təhlil edilmiş olmur. Ara sözdür. Nümunədə ara söz işlənmişdir. Bəli, bu istənilən halda var. Mübtəda ilə başlamağı əminliklə deyənməzsən. Çünki təyinlə də başlaya bilər. İsimlər mənsubiyyət şəklisi qəbul etmişdir. Birinci variantında heç isim anlayışı yoxdur. Qəlbinə dəymək frazemdir, o əvəzlikdir. Mənsubiyyət şəklisi qəbul edən isimlərimiz yoxdur. Ona görə bunu ortaq verə bilməzsən, cavab olardı. 10-cu sual. Bu kimi klasterlərin dərdi nə idi? Biz sol tərəfə A-da və ya C-də verilən cümləni ola bilər ki, hər ikisində yazıb, sağda da onunla bağlı fikirləri tapmalıyıq. Amma yenə deyirəm, bu əsassızdır. Çox bunun üzərində fikirləşmirsən. Öncə uyğunlaşdırma sualı üçün variantları uyğunlaşdır. Daha sonra cavabı tapacaqsan. Bax, bizim tərəflərdə kim çox ağıllıdırsa, əhali onu yaman ucaldır. Əgər bizim məktəb yarış qalibi olacaqsa, mən bir çox şagirdə kömək edəcəyim. Həm buda, həm də baş cümlədə ədəd var. Bunun baş cümləsi hansıdır? Əhali onu yaman ucaldır. Orada hər hansısa bir ədəd yoxdur. Yaman söz orada zərfdir. Demək, B-də verilən fikri birinci cümləyə aid edə bilmirik. İkinci verilən nümunədə də baş cümlə ikinci gəlmişdir. Bir çox şagirdə kömək edəcəyim. Baş cümləsində ədatımız yoxdur. Bir çox saydı, mən əvəzlikdir və s. Demək, B-ni heç birinə yaza bilmirəm. İşlənmiş digər bağlayıcı vasitə güzəşt bağlayıcısıdır. Heç birində bağlayıcı vasitə olaraq güzəşt bağlayıcısını görə bilməzsən. Bu da belə getdi. Baş cümlədə yer alan isimlərdən biri məzmun cəmliyinə malikdir. Məzmun cəmliyinə malik olan isim hansıdır? Toplu isimdir. Və forma cəmliyinə sahib ola bilər. Əhali toplu isimdir. Digərinin baş cümləsində toplu isim yoxdur. Əhali sözü cəmlənməyən isimdir. Yəni, forma cəmliyinə sahib ola bilər deyir, səhvdir. Bunu atacaqsan kənara. Altına xətt çəkilən söz birləşməsi tərəflərini parçalanmadan cümlə üzvü olur. Baxsaz, ağıllıdır. Harada? Bizim tərəflərdə. Bizim tərəflərdə ifadəsi burada parçalanmadan bir yerdə gedir. Məkan anlayışı bildirəndə bizim sözündən sonra gələn tərəf sözü, yer sözündə mənsubiyyət olsa da, olmasa da parçalanmadan bir yerdə götürür. Çünki birinci tərəf atanda cümlədə məna qalmır da. Tərəflərdə kim çox ağıllısa şəklində işlənir və məzmunsuzluq yaranır. Amma digərinə baxsaz, məktəb yarış qalibi olacaqsa, burada bizimi təyin kimi götürə bilirik. Ona görə F-i birinciyə yaza bilirəm, ikinciyə yaza bilmirəm. Cümlədə leksik norma pozuntusu mövcuddur. Birincidə görə bilmirik, ikincidə varmı? İkincidə qrammatik norma pozuntusu var. Demək, indi uyğunlaşdırsan, 1-ə A-nı yazıb, 2-yə də F-i yaza bilərsən. Düzdürmü? O formada bir cavabın varsa, o da sənin cavabındır. Bu qədər rahat bir sual. Yəni, klaster cədvəl beynini qatırsa, normal uyğunlaşdırma məntiqi ilə tap geçsin. Bu tip klasterlərlə bağlı kanalda yetəri qədər izah edici videolar var. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Fonetik təhlildə öncə nə edirik?
hökmən tələffüzlərini qeyd etmək lazımdır. Sulayırdınız. Necə tələffüz olunur? Suluyurdunuz. Digəri də səmimiyyətlə. Səmimi. Burada uzanma da var. Buna normal yazaq. Səmimi. Uzandı. Miyyət. Nən şəklində. Aha. Açıq sait işləmiş bu sözdə incə sait yoxdur. Doğrudur. Çünki suluyurduz şəklində tələffüz olunur, amma incə sait yoxdur. Amma açıq sait deyir ha. Sulayırdınızdakı A səni aldatmasın. Tələffüzdə hər hansısa bir açıq sait yoxdur. Yazışda olmağı nəzərə almış olmursan. Hecalarından biri tələffüz edilmir. Bəli, sulayırdınız. Fikir versən, bu dınız hissəsini duz deyə təhlil eləmiş olursan. Inla olan hissəni atdın. Səmimiyyətlə də elə bir şey yoxdur. Səs uzanması olan bu sözdə kəmiyyət fərqi var. Doğrudur. Sulayırdınız ifadəsində də kəmiyyət fərqi var. Burada da. Amma fərq arasındadır ki, səmimiyyətlə ifadəsində səs uzanması var. İlkin olaraq variant çox doğru gəlir. Amma diqqətli baxsan görəsən ki, tamamilə yanlış variantdır. Niyə? Əgər bir sözdə düşməklə artmanın sayı bir-birinə bərabərdirsə, orada kəmiyyət fərqi olmur. Kəmiyyət say fərqi deməkdir. Yazışda neçə dənə hərf varsa, tələffüzdə də o qədər səs olsun. Səmimiyyətlə ifadəsində yazışdakı bu yığını itirirsən, sonda bir dənə n bərpa edirsən. Düşmə və artmanın sayı bərabərdir. Demək, burada kəmiyyət fərqi yoxdur. Qarşılığı olmayan samitlə bitir. Aha, səs düşümü var. Doğru fikirdir. Sulayırdınız qarşılığı olmayan samitlə bitmir. Bu bitir, n-la bitir. Kar cəngətiri samit cütlüyü işlənmişdir. Bəli, sulayırdınızda var. S var, z var. Kar cəngətiri samit cütlüyüdür. Yanaşı gəlməyə şərt deyil deyə sınazını dedim. Səmimiyyətlə ifadəsində isə yoxdur. Ona görə bunu ortaq verə bilməzsən. Ahəng qanunu pozulmayan bu sözdə cəngətiri qarşılığı olmayan samit işlənməmişdir. Bəli, hər ikisində x samit işlənmir və ahəng qanunu gözlənilir. 2, 4, 6 sualın cavabı olar. 12. Hansı cümlədə işlənmiş ismə əsasən demək olar ki, cümlə özləri arasında sintaktik əlaqənin yaranmasında iştirak edən şəkilçi bəzən cümlə daxilində işlənməyə də bilər. Aha, bu nəyə deyir bizdən? Bizdən istəyir ki, biz elə bir nümunə tapaq ki, orada sintaktik əlaqənin yaranmasında şəkilçi iştirak eləməsin. Amma normalda biz orada şəkilçili vəziyyətdə də həmin o əlaqəni qura bilək. Adətən bu vəziyyət harda özünü göstərmiş olur? Qeyri-müəyyənlikdə. Çünki cümlə özləri sintaktik əlaqənin yaranmasında qeyri-müəyyən təsiri halda şəkilçi iştirak etmir. Bəzən də cümlə daxilində işlənərək müəyyən təsiri halında əlaqə qura bilir. A variantı verilən nümunədə qonaqlar sözü müəyyən təsiri haldadır. Burada elə bir şey yoxdur. Azərin arzusu sabah ona hədiyyə almaqdır. Burada sabah ona hədiyyə almaq hamısı bir yerdə cümlənin xəbəridir. Azərin arzusu da mübtədadır. Burada 2 dənə cümlə özü var. Bunu da götürməyəcəksən. Daha sonra bəzi həkimlər artıq xəstə qəbul etmirdi. Burada xəstə sözü sifətdir. Bizə isim lazımdır. İsimə əsasən biz bunu deməliyik. Yəqin ki, müdir illərlə belə adam axtarıb. Fikir versən axtarıb. Nə axtarıb? Adam. Adam qeyri-müəyyən təsiri haldadır. Adam axtarıb arasında əlaqə var. İdarə əlaqəsidir. Və həmin o idarə əlaqəsinin göstəricisi olan hal şəkilsi burada qeyri-müəyyən vəziyyətindədir. Cavab olur da. Dünənki xəbərləri dinlədik, lakin razılaşmadıq. Burada xəbərlər sözü isimdir. Orada da göstərici işlənmişdir. Cavab deyil. 13. Hansı cümlədəki zərf aşağıdakı xüsusiyyətləri özündə daşıyır? Elə bir zərf tapmalıyıq ki, burada gördüyümüz 4 fikrin 4-ünü də özündə daşımış olsun. Məkan bildirib zərflik rolunda olmalıdır. Bax, əmin qonaqları gündüz gəldilər. Burada gündüz ifadəsi zaman bildirir, məkan bildirmir. Batdım qırağa getdim. Daha sonra B-də verilən nümunədə hələlik zaman bildirmiş olur. Burada məkan bildirən zərflik yoxdur və ya zərflik mövqeyə çıxan zərfimiz yoxdur. Kişi evə doğru ucadan səsləndi. Burada da yenə məkan anlayışı bildirib zərflik rolunda olan zərfimiz yoxdur. D və E-də isə var. Yuxarılarda sözü var, buralarda sözü var. Məkan bildirir və zərflik rolundadır. Müxtəlif qrammatik əkslər qəbul edilmişdir. Hər ikisi, lar və da var. Tabe olduğu söz sintaktik əlaqədə həm də aslı tərəfdir. Tabe olub da nəyə? Xəbərə. Xəbər mübtədəyə tabe olanda olur asıl tərəf. Başqa bir üzv özünə tabe edəndə olur əsas tərəf. Həm də aslı tərəfdir. O deməkdir ki, xəbər mübtədəyə tabe olub, aslı tərəf olub, özünə də başqa bir şeyə tabe edib, əsas tərəf kimi çıxış eləmiş olur. Seyrəkdir meşələr, mübtədəyə tabe olur xəbər, aslı tərəf olur, zərfli özünə tabe edib, əsas tərəf olur. Və ya yaşayıb pələnglər buralarda. Yenə baxsan, ödəyir hər ikisində. Hərəkəti izah etməsə də müstəqil şəkildə cümlə üzrə bax, meşələrdə sözündə, daha doğrusu yuxarılarda sözü burada seyrək sifətini izah edir. Hərəkəti izah eləmir. Burada isə yaşayıb hərəkətini izah edir.
D variantını götürsən, həmin o hərəkət məsələsinə görə. 14. Mətnə əsasən cədvəldən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Qırmızı acı biber uzun illərdir ki, Amerikanın hindularının qida rasionuna daxildir. Məşhur səyyah Christopher Kolumb 15-ci əsrdə West Hinddə ikinci ekspedisiya zamanı acı biberin dadına baxaraq onu çili adlandırıb. Çili qədim Aztek dilində tərcümədə qırmızı deməkdir. Acılıq dərəcəsinə görə çili biberinin bir-birindən fərqlənən bir neçə növ var. Ona acı dadı verən tərkibindəki kapsaisin alkaloididir. Kapsaisin biberin içərisində olan ağ hissədə və toxumlarda daha çox olur. Demək, harada olur? Daha çox ağ hissədə və toxumlarda. O, insan orqanizmində yağların oksidləşmə prosesini aktivləşdirir, temperaturu artırır, mübadilə prosesini sürətləndirir. Bir növ termogenik funksiyası var da. Dəri altında toplanaraq portakal qabığının görüntüsü verən artıq pi toxumasının parçalanmasını asanlaşdırır. Acı biber orqanizmdə azot oksidinin sintezini artırır, qan damarlarını genişləndirici təsir edərək arterial təzyiqi azaldır, iltihabı proseslərin qarşısını alaraq damar qoruyucu təsir göstərir. Çili biberindən istifadə şəkərli diabet xəstəliyin olanlarda mədaaltı vəzin qan dövrəni yaxşılaşdırır, qanda şəkərin səviyyəsini isə azaldır. İndi baxaq. Biberin tərkibindəki yağlarda mübadilə prosesini sürətləndirmək üçün kapsaisin adlı alkaloid var. Bu yanlışdır. Biberin tərkibindəki yağlarda yox. İnsan bədənində olan yağlar ki var, artıq pi toxumalar ki var. Onun yanmasını sürətləndirmək üçündür. Ona görə bu getdi. Biberin qoruyucu funksiyalarından danışmış olur. Əlbəttə, məsələn, bu hissədə görə bilirsən də damar qoruyucu təsiri var idi. Qanda şəkərin səviyyəsinə salmış olur və s. Kolumbun Amerikaya gətirib onu yayması fikri mətnə əlavə edirsə, mətnin əsas hissəsinə əlavə edilmiş olacaq. Bu doğru durumu əsas hissə buradan başlayır da, bax, bu hissədən mətnin əsas hissəsi başlamış olur. Birinci verilən hissədə giriş hissədir. Kalıfla bağlı məsələ girişdə danışıldığına görə bu yanlışdır. Onu biz giriş hissədə gördüyümüzə görə kalıfla bağlı fikir biz elə gətirib girişə də verə bilərik. Biberin yağ əritmə qabiliyyəti onun yayılmasını daha da sürətləndirmişdir. Xeyr, sürətləndirməsində yağ əritmə qabiliyyəti məsələsi yoxdur. Elə bir qeyd yoxdur ki, mətndə onun sürətlənməyinin səbəbi yağ əritmə qabiliyyəti. Cəmaət indiki vəziyyətdə arıqlamaq istəyirdi. Onun dəxli yoxdur da bura. Dəri altında pi toplanıb portakal qabının görüntü verməsində kapsaisin əsas rolu var. Xeyr, kapsaisin əksinə onu dağıtmaqda rolu var. Onu orada formalaşdırmaqda rol cəmaatın qidasının düzgün şəkildə olmağı deyil. Bütün günü əlinə keçəni yeyir, kalori hesablanmır, sonra da düşür öldümə. 15. Mətn məzmununa bağlı hansı fikir doğrudur? ABŞ-ın ilk prezidenti olmuş George Washington günlərin bir günü səyahət edəndə gəlib Georgia ştatında kiçik bir kəndə düşür. O, kənd restoranına gelib 3 yumurta bişirdirmiş və yedikdən sonra nə qədər verməliyəm dedikdə $100 deyə restoran sahibi cavab verir. Qiymətin bu qədər baha olduğuna təəccüb edən Washington, görünür sizin yerlərdən yumurta nadir tapılan şeydir. Xeyr cənab deyə cavab verir. Yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir deyə cavab verir. İndi bizdən uyğunluq istəyir. Tanınmış şəxslərin qidalanmasında olan sadəlik onların digərləri tərəfindən tanınmağına səbəb olur. Xeyr, orada yumurta yediyinə görə prezident olduğunu tanımır təbii ki. Getdiyin yerlə bağlı məlumatın olmasa müəyyən məhdudiyyətlərlə üzləşə bilərsən. Prezident orada heç bir məhdudiyyətlə üzləşmir. Sadəcə artıq ödəniş verir. Müəyyən bir sahədə ilki imza atmış insanlar müəyyən maddi sınaqla üzləşə bilərlər. Bu adamın orada hər hansı bir maddi sınağı məsələsi yox idi. Prezidentin məqsədi həmin kəndə düşmək olmasa da kəndə gəlməsi ona dərs olur. Bəli. Başa düşür ki, prezident idarəsi, yəni idarə etdiyi hər yerində görünməlidir, insanlarla kontakt olmalıdır. Restoran sahibi prezidenti indiki ştatda əvvəl də gördüyü üçün onu xatırlamaq çətin olmur. Mətndə elə bir fikir yoxdur. 16. Gənc ilə Mozart arasında keçən dialoqda Mozartın son cavabı hansı fundamental həqiqəti ortaya qoyur? Aha. Bir gənc bəstəkar məşhur Alman bəstəkarı Mozarta müraciət edərək soruşur. Simfoniyanı necə yazmaq lazımdır? Siz hələ gəncsiniz. Yaxşı olardı ki, əvvəlcə ballada yazmaqdan başlayasınız, deyə Mozart cavab verir. Gənc bu məsləhətə etiraz edək deyir. Siz özünüz simfoniyanı 10 yaşına çatmamış yazmağa başlamadınızmı? Düzdür, amma mən simfoniya necə yazacağımı başqasından soruşmamışdım deyə cavab vermiş olur. Aha. Bizə nə istəyir? Bu dialoqda hansı həqiqət ortaya çıxmış olur? Həmin o həqiqəti müəyyənləşdirmək lazımdır. Aydın məsələdir ki, mətndə çıxan məsələ nədir? 1. İnsanın həqiqi istedadı, yaradıcılıq qabiliyyəti, bir də ki, kimlərsə tərəfindən nəyisə öyrədilmə məsələsi. Bunlar qarşılaşdırılmış olur. Bizə də fundamental həqiqət deyəndə təməl deməkdir. Fundamental, əsas, təməl mənasını ifadə eləmiş olur. Əsas həqiqəti ortaya çıxır. Bir növ mətnin ideyasını tapmış olursan, o da C variantındadır. Həqiqi istedad və yaradıcılıq qabiliyyəti xarici təlimatlardan asılı deyil. Bu 10 yaşında onu yazıb, amma kimsədən nəsə öyrənməyib. Çünki adamın özünün qabiliyyəti, istedadı var idi. Amma təzə gələn gənc isə ondan nəyisə öyrənməyə çalışır. Çünki onun özündə o istedad, yetərli qabiliyyət yoxdur.
İstedadlı insanlar həmişə başqasına məsləhət almaqdan çəkinməlidir. Xeyr, mətn bunu ifadə eləmir. Yaradıcılıq prosesində yaş faktoru həlledici əhəmiyyətə malikdir. Əgər elə bir əhəmiyyəti olsaydı, 10 yaş məsələsində 10 yaşında gedib sinfoniya yazmazdı. Gənc yaşda sinfoniya yazmaq üçün mütləq professional təhsil lazımdır. Mətn təhsilindən danışmır. Kiçik janrlardan başlamaq istedadın inkişafına mane olur. Təbii ki, xeyr, əksinə inkişaf etdirə bilər. 17. Verilən nümunənin təhlilinə bağlı yanlış fikirləri müəyyənləşdirmək lazımdır. Həyat, o çox zaman görünür iynəs. Burada həyat ifadəsi xitab deyil. Həyat xitab rolunda işlənmiş olmur. Həyat tək başına işlənən bir sözdür. Bir növ adlıq cümlənin bir komponentidir. Həyat, o çox zaman iyrənc görünür. Fikir orada bitir, yekunlaşır. Niyə də orada bitmə funksiyasını daşımış olur. Cümlə formalaşır orada elə bil ki. Aha. Demək, ilk söz xitabın ifadə vasitəsi olan isimdir deyir, səhv deyir. İkinci misrada kökü feillə amonim olan sifət var. Qanlı sözünün kökü qan isimdir və qanmaq feili ilə amonimdir. 3 və 4-cü misrada həmziz xəbərlər işlənmişdir. Sən bu çətinliyə düşsən də ey gənc, içində saxlanan qüdrətə yalvar. Sən düşsən, sən yalvar kimi həmziz xəbər verib çaşdırmaq istəyirsəni, o həmziz xəbər deyil. Sağ plüsdə var, bu cümlə tabeli mürəkkəb cümlədir. Tabelinin komponentləri eyni şəxsdə ola bilər. Burada bir sıxıntı yoxdur. Quruqca düzəltmə olan təsdiqlənən feil qayıdış növdədir. Görünür sözü var. Bu söz qayıdış növdə olan məşğul feilimizdir. Ədatla amonimli olan bağlayıcı işlənib. Burada sağ plus da vəziyyətindəki də elə ədatın özüdür. Ədatla amonim olan bağlayıcı deyil. Cavab olar 1-5. Verilən xüsusiyyətləri ödəyən cümləni tapmaq lazımdır. Feili birləşmə işlənməlidir. Saydan düzələn söz işlənməməlidir. Kökü isimlə olmalıdır. Kökü isimlə amonim olan söz işlənməyib. Kökü və yarandığı nik hissəsi eyni olmayan söz işlənib. İndi uyğunlaşdıraq bir-bir. Birinciliyi əldən vermək bizə yaraşmaz. Bizə yaraşmaz nə? Birinciliyi əldən vermək. Feili birləşmə işlənmişdir. Amma burada birinci sözü və birincilik var. Yəni saydan düzələn söz işlənməyib deyil, səhv deyil, işlənib. Eləcə də birləşmiş sözündə saydan düzəlmiş söz işlənmişdir. Birgə sözündə saydan düzəlmiş söz işlənmişdir. Birdən sözündə saydan düzəlmiş söz işlənmişdir. Amma birlikdə sözündə işlənməmişdir. Bir, birlik, birlikdə. Kökü saydı, birlik ismindən yaranan tərzi hərəkət zərfidir. Saydan düzəlmiş söz işlənməyib. Birlikdə cəbhə xəttinə keçmək feili birləşmədir, məsləhət tərkibidir. Kökü isimlə amonim olan söz işlənməyib. Kökü və yarandığı nik hissəsi eyni olmayan söz işlənmişdir. Bəli, kökü bir saydı, birlik ismindən yaranmışdır. 19. Cədvələ əsasən verilən nümunədəki yanlış fikirlər tapmaq lazımdır. Ucu bucağı mürəkkəb isimli təsiri yaldadır, yanlışdır. Ucu bucağı görünməyən, nə görünməyən? Oradakı mənsubiyyətdir və təsiri yaldadır deyir, səhv deyir. Görünməyən quruqca düzəltmədir və qayıdış növdədir. Doğru fikirdir. Dərya ümumi isimdir. Adlı qaldadır, subyekt rolundadır. Dərya çəkilirdi, subyektdir. Çünki öz-özünə o proses baş vermiş olur. Dərya o işi icra edir və qayıdış növlə əlaqələnir. Ona görə bu doğru fikirdir. Sıxıla-sıxıla quruqca mürəkkəb olan feili bağlamadır. Tərkib əmələ gətirilmişdir. Xeyr, burada tərkib əmələ gətirmə məsələsi yoxdur. Bu yanlış bir fikirdir. Çünki geri çəkilirdi. Nə? Dərya. Hansı dərya? Ucu bucağı görünməyən dərya. Ona görə bu yanlışdır. Geri quruluşca sadə yer zərfidir, zərflik rolundadır. Bu doğru fikirdir. Çəkilirdi, xəbər şəklindədir. Eyni köklü əmələ gətirə bilən sözdür. Doğru fikirdir. Çünki quruluşca düzəltmə sözdür. Başqa bir çək sözünün əmələ gələn sözdən eyni kökü zəyi əmələ gətirə bilər. Əgər uyğunluq istəsə bizdən, demək 1, daha sonra 3, 4, eləcə də 5-də verilənlər uyğun fikirlərdir. Amma 2-də, çünki doğrunun qabağına yanlış yazıldı və 6-da verilən fikirlər də uyğunsuzluq yaradan fikirlərdir. Cavab burada 2 və 6-da verilən fikirlər olmalıdır. 4-ü buradan silin, yanlış gedib. Cavab olar D variantı 19-da. 20. Sözlərdən biri amonim olub olmamaq baxımından digərlərindən fərqlənir. Baxaq. Ehtiyat sözümüz var. Elə sualın cavabı A variantı olar. Çünki ehtiyat sözü amonimdir. Ehtiyatın bir mənası var. Nə? Hər hansısa bir şey, düşünürsən ki, gələcəkdə nə vaxtsa sənə lazım olacaq, onları götürüb saxlayırsan. Bir də hər hansısa bir şeydən türklər deməli sakınmaq. Bizdə də sakınmaq var da, qorxmaq, çəkinmək mənasında. Necə deyim, tədbirli şəkildə davranmaq o deyir, ehtiyatı əldən vermə. O mənada, tədbirli olmaq mənasında amonim yarada bilir. Yolxucu amonim deyil, yararlı, budaq ağır, bunların hər hansı bir amonimliyi yoxdur. Ona görə cavab olar ilə A-da verilən fikir. 21. Mətnə görə doğru variantı müəyyənləşdirmək lazımdır. Yüzeylərdə bölünmə vaxtının xaricindəki müddətlərdə DNT uzun və dairəvi şəkil alır. Nə vaxt? Bölünmənin xaricində. Bu şəklə xromatin ağ deyirlər. Bölünmə səhifələrində xromatin ağ qısalır və qalınlaşır. Bölünmə səhifələrində.
Beləcə xromosomu meydana gətirir. Xromosomun içində DNT və protein mövcuddur. Xromosomların şəkli, böyüklüyü və ədədi hər cür üçün fərqlidir. Eyni xromosom ədədinə sahib olma iki orqanizmin bir-birinə bənzəməsini gərəkdirmir. Orqanizmlərin bənzərliyi, fərqliliyi və inkişaf etmişliyi xromosom ədədinə deyil, DNT-dəki bəzi düzülüşlərlə bağlıdır. Baxaq, qısa və qalın formada olan xromatin ağ hüceyrələr bölünmədən öncə mövcud olmuş olur. Bəli. Bax, fikir ver, bölünmə səhifələrindən qabaq olan cümlədə elə o məna danışılır. İçərisində DNT və protein olan xromosomlar uzun və dairəvi şəkildə olmuş olurlar. Uzun və dairəvi şəkildə olan bölünmə vaxtının xaricindəki DNT-dir. Ona görə bu yanlışdır. Bölünmədən sonraki yox. Xromosom sayıları fərqli olan orqanizmlər bir-birinə bənzəyə bilər. Burada yazır ki, bənzəməsini gərəkdirmir. Bu doğru bir fikir deyil. Maksimum ehtimal ola bilər. DNT-nin düzülüşü iki orqanizmi bir-birindən fərqləndirən amillərdəndir. Bəli. DNT-dəki bəzi düzülüşlərlə bağlıdır deyir. Xromatin ağ xromosomların bölünməmiş halıdır. Bəli. Və xromosomların böyüklüyü ilə fərqlənmiş olur. Bəli. Ən əvvəldə elə ondan danışır. Çünki birinci o yaranır, sonra bölünür. Xromatin ağı qısalır və qalınlaşır. Cavab olar 1, 4, 5. Mətnin məzmun əsasən yanlış fikir. Çətin günlərimdə həmişə atamı xatırlayıram. O, mənim üçün çətinliklərdən yorulmayan, çətinliklərin üzərində inatla gedən cəsur bir insan idi. Küçələr, çayxanalar, həyatı uduzmuş, qarşılaşdığı ilk maniyədə bezmiş, problemlərdən qaçan qorxaqlarla dolu idi. Bunlar bədbəxtlərinin səbəbini özlərində deyil, cəmiyyətdə axtaran, cəmiyyəti günahlandıraraq özlərini rahatladan gücsüz insanlardır. Halbuki atam uğursuzluğa düşdüyü andan etibarən əvvəlcə bunu qəbul edir, sonra uğursuzluğun səbəbini araşdırır, təcrübəli insanlarla danışıb çıxış yolları axtarırdı. Uğursuzluğun bir günah olmadığını mənə öyrədən adam atamdır. Bizdən də yanlış istəyir. Atanın çətinliklər qarşısında yorulmadan mübarizə aparması müəllifə həyat dərsi kimi ötürülür. Bəli. Baxırıq ki, mətni yazan müəllif atasını obraz, necə deyək, ideal kimi qəbul edir və buradan yola çıxaraq da onun etdikləri davranışlardan nəticə çıxarır ki, hansısa bir maniyə, problem qabağıma çıxanda ondan mübarizə aparmalıyam və atasının etdiyi o davranış övladına keçmiş olur. Bir növ irsən keçir. Mətndə təcrübəli insanlardan məsləhət almaq və problemləri həll etmək üçün aktiv şəkildə çalışmaq insan üçün vacibdir mesajı verilir. Bəli. Bax, halbuki ilə başlayan hissələri də görə bilərsən. Halbuki ilə başlayıb düz bura qədər gələn cümlə elə bu ideyanı çıxartmağa sənə kömək eləmiş olur. Mətnə görə uğursuzluğu bəhanə edib təslim olmaq əvəzinə onun səbəblərini analiz edib mübarizə aparmaq vacibdir. Bəli, əvvəlcə onu qəbul edir, səbəbini araşdırır, danışıb çıxış yolları axtarmış olur. Mətnə görə inadkarlıq və mübarizə ruhu uğursuzluqların qarşısını almaq üçün kifayət deyil. Bu yanlış bir fikirdir. Elə cavab olar D variantı. Əksinə, uğursuzluğun qarşısını almaq üçün kifayət deyil ifadəsində yanlış var. Burada ümumiyyətcə inadkarlıq və mübarizə ruhunu necə deyək, qarşına bir sıxıntı, problem gələndə onunla mübarizə aparmaq lazımdır. Təslim olmaq lazım deyil. Bunu bizə aşılanmış olur. Ona görə bu yanlışdır. Uğursuzluqların həyatın ayrılmaz hissəsi kimi qəbul edərək öz üzərində işləməyə bacaran uğurlu insandır. Aha, bu doğru fikirdir. 23. Mətnin məzmununu nəzərə doğru fikir tapmaq lazımdır. İngiltərəli məşhur detektiv yazar Philip James yazırdı. Əlbəttə, bu insanın özündən asılı bir iş deyil. Amma yazıçı olmaq istəyən insan anlamalıdır ki, heç də hər şeyi öyrənmək mümkün deyil. Fitri istedad da lazımdır. Eynən musiqiçilər kimi. Yəni, insana roman yazmanın qaydalar haqda dərs keçmək olar. Amma əgər bədii təfəkkürü yoxdursa, onunla peşəkar yazıcı olmayacaq. Bizdən nə istəyir? Bu doğru fikir. Musiqi və bədii yaradıcılıq harmoniya təşkil edir. Xeyr. Burada musiqi ilə bədii yaradıcılığın həmahəng, sintez halında olmağından danışmırıq. Sadəcə bir örnək vermiş olur ki, belədir gedişat. Hər kəs özünü inkişaf etdirməklə güclü yazıçıya çevrilə bilər. Xeyr. Çünki nə deyir? Deyir ki, bədii təfəkkür yoxdursa, peşəkar yazıcı olmayacaq. Peşəkar yazıcı olmanın əsas şərti roman yazmaqdır. Elə bir əsas şərt qoymur. Peşəkar yazıcı olmanın əsas şərtlərindən biri bədii təfəkkürdür deyir. Roman yazmaq deyir. Yazıcı olmurlar, yazıcı kimi doğulurlar. Bəli. Şair ola bilməzsən, anan doğmasa şair. Detektiv əsər yazmaq yazıcıdan yüksək peşəkarlıq tələb edir. Mətndə onunla bağlı heç bir fikir yoxdur. Boş bir fikirdir, boş variantdır bu. 24-cü sual. Mətnin məzmununu nəzərə alıb cədvəldən uyğun fikir tapmaq lazımdır. Yerin qabığı və özəyi arasındakı litosfer layları zəlzələnin yaranmasında böyük rol oynayır. Bu zaman müxtəlif layların sürüşməsi və toqquşması zamanı yaranan gərginlik, boşalması yeraltı təkanlara səbəb olur. Denudasiya zəlzələləri var. Demək bu nədir? Yeraltı suların dağıdıcı fəaliyyəti zamanı asanlıqla həll olan suxurlarda boşluqlar və mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqlar tavan hissələrin ağırlıq qüvvəsi təsirində uçur. Yəni alt hissə yeyilir, yuxarının çökməyi nəticəsində zəlzələ əmələ gəlmiş olur. Buna da Kars zəlzələsi deyilir. Vulkanik zəlzələlərdə nə olur? Vulkan fəaliyyətinin ən aktiv dövründəki partlayışlar zamanı onun ətrafında hiss olunan müxtəlif yeraltı təkanlardır. Bu tip zəlzələlər qüvvətli olsa da böyük sahəyə yayılmır.
Tektonik zəlzələlər isə yer qabında qırışıqların və çatların əmələ gəlməsi nəticəsində yaranır və böyük sahəyə yayılması ilə səbəbdir. İndi bizdən uyğunluğu istəyir. Yeraltı sular tavan hissələrinin uçmasına səbəb olur ki, bu da Kars zəlzələsinin yaranmasına səbəb olur. Bu doğru bir fikirdir. Bayaqlar yuxarıda onu dedik. Vulkanik partlayışlar nəticəsində əmələ gələn yeraltı təkanlar coğrafi sahəsinə görə digərlərinə fərqlənmiş olur. Bəli, çünki vulkanik olanlar daha az hissələrdə böyük sahəyə yayılmır deyir. Vulkanik zəlzələlər dağıdıcı gücünə görə digər zəlzələlərdən heç də az təsirli deyil. Bəli, dağıdıcı gücü var. Sadəcə böyük sahəyə yayılmır. Çünki bu zəlzələlər qüvvətli olsa da deyir. Zəlzələrin əmələ gəlməsində rol oynayan laylar yerin özəyindən üstə yerləşmiş olur. Doğrudur. Birinci abzasda ondan danışır. Uyğunlaşdırsan cavab 1-2 olar. 25 mətn məzmununu nəzərə alıb yanlış fikir istəyir bizdən. İşləmək üçün uyğun olan vaxtı və saatı gözləmə. Bil ki, hər gün və hər saat işləmək üçün ən uyğun vaxtdır. Başladığın bir işi bitirmədən başqa bir işə keçmə. Çünki yarıda qalan bir iş başlanmamış iş deməkdir. Bir işə başladığın vaxtda da eyni atəş xəttində düşməni gözdən qoymayan bir əskər kimi diqqətli ol. Bütün fiziki və zehni gücünü öz işinə ver. Hər hansı bir işə başlamadan əvvəl o işi ən qısa vaxtda, ən gözəl şəkildə necə bitirmək lazım olduğunu fikirləş. Gördüyün bir iş üzərində hər hansı bir çətinliyi dəf etmədən bir addım belə geri çəkilmə. Bil ki, bezmək maskalı bir tənbəllikdir. Bunu da bil ki, çalışma sevgisi çətinlikləri dəf etdikcə çoxalır və güclənir. Əmin ol ki, müharibədəki zəfər, işdəki uğur bezmədən problemlərin üzərinə gedənlərin olacaqdır. Bizdən də yanlışlar istəyirdi. Baxaq. Mətndə işlərin yarımçıq buraxılması, daha doğrusu buraxılmaması tövsiyə edilir. Çünki başlanmış, lakin bitməmiş bir iş sanki heç başlanmamış hesab olunur. Doğru fikirdir. Mətn məzmununda elə burada var idi. Fiziki və zehni gücün tam şəkildə işə yönəldilməsinin əhəmiyyəti qeyd olunan mətndə müxtəlif müqayisələrlə çalışanın da gördüyü işdən yayınmamalı olduğu bilinir. Bəli, əskərlə bir müqayisə var idi orada. Ona görə bu da doğrudur. Çətinliklərin öhdəsindən gəldikcə insanın çalışma sevgisinin və gücünün artacağı bildirilir. Bezginliyin əslində tənbəllik olduğu vurğulanmış olur. Doğru fikirdir. Bezmək maskalı bir tənbəllikdir deyir. Uğurun və zəfərin yalnız çətinliklərdən qaçmayan, problemlərin üzrə gedən insanların nəsib olacağı fikri vurğulanır. Ən sonda mətndə verilən mesajlar xüsusilə şəxsi inkişaf, məhsuldarlıq və peşəkar həyat üçün önəmli prinsipləri əhatə edir. Düzdür. Burada yanlış fikir yoxdur. Ümumi bu qədər.